İzahlı test 63-cü hissə 5-ci sinif ingilis dili. Birinci sual, choose the correct articles, düzgün artikelları seçin. Students of our group play tennis well. Bizim qrupun şagirdləri tenisi yaxşı oynayırlar. Bizim məlumdur biz kimdən danışırıq, hansı şagirdlərdən danışırıq. Buna görə onun qabağında Z müəyyən artikli işlənəcək. Students of our group play. Play tennis, play voleyball, play football artiklsız işlənir. Buna görə doğru cavab B bəndidir. Bir də B bəndi doğru cavabdır. İkinci sual, choose the correct variant. Eating vegetables good for you. Tərəvəz yemək sənin üçün yaxşıdır. Eating vegetables, tərəvəz yemək. Bununla işlənəcək is. Eating vegetables is good for you. 2 B bəndi olacaq. Üçüncü sual, choose the correct variant. A lot of stores in our street. Mağazalar var bizim küçəmizdə, çoxlu mağazalar var. Cümlə təsdiq formasındadır. Azıya işlənir sual formasında. There isn't olmaz çünki stores sözü cəmdədir, həm də lot of var. There are a lot of stores in our street. Burada B bəndə there is var. There is təkdə olanda, isim təkdə olanda işlənir. D bəndi doğrudur. There are a lot of stores in our street. Bizim küçəmizdə çoxlu mağazalar var. Dördüncü sual, complete the sentence. Jack is going to the supermarket. Jack supermarketa gedir. Very often, every day, usually. Very often, every day, usually bu indiki sadə zamanla işlənir. Amma cümlə is going, cümlə indiki amil zamandadır. At the moment, hal-hazırda. Bu at the moment sözü indiki amil zamanda işlənir. Jack is going to the supermarket. At the moment, Jack hal-hazırda supermarketə gedir. 5-ci sualın cavabını şərhlərdə, kommentlərdə, videonun altında yaza bilərsiniz.